bir daha özümüzü çəkək. Mən, bu Heydər, bu da sən. Bax, şəklimiz həmişə buradadır. Dövlət səslənir. Türkün dəvət olunur Azərbaycan Şamat Federasiyasının prezidenti, Beynəlxalq Şamat Federasiyasının vitse-prezidenti Mahir Məmmədov. Əzizə hörmətli açılış iştirakçıları, hörmətli təlimləri, hörmətli Azərbaycan Şamat Federasiyası İcraiyyə Komitəsinin üzvləri, hörmətli Fahir müəllim, Bəxtiyar müəllim, Sərkan müəllim, Yeldur müəllim, İlahi xanım, hörmətli hakimlər, hörmətli iştirakçılar, hörmətli ötən ilin çempionları, hörmətli Şamat ictimaiyyəti, valideynlər, jurnalistlər, hörmətli jurnalistlərimiz, sizin hamınızı bir daha növbəti Azərbaycan kişilər və qadınlar arasında çempionatın açılışında görməyə çox şadıq. Biz bilirsiniz ki, son illərdə qəbul etdiyimiz qərarlar, tutduğumuz kurs nəticəsində Azərbaycan çempionatlarının səviyyəsini maksimum səviyyəyə çatdırmağa səylər göstəririk. Bu yolda çalışırıq, mükafat fondunu artırırıq, şahmatçılarımız çalışırıq, stimullaşdıraq ki, Azərbaycan çempionatını ən vacib yarışlardan biri kimi sayısınlar, hörmət eləsinlər, seçsinlər. Ben çok şahane fikrim şahmatçılarımız demiyorlar ki 100%, 99,9% bu çağrışa əməl edirlər, Azərbaycan çempionatında öz özel münasibətlərini nümayiş etdirlər. Bundan sonra biz istəmirik ki, Azərbaycan çempionatı sıralı bir yarış olsun. Yadınızdadırsa, müəyyən illər, 5-10-15 illər əvvəl Azərbaycan çempionatları həddən artıq bir soyuq bir yarışlara çevrilmişdi və biz o günlərin dayanmağı istəmirik. Bu çempionatda artıq xoşa gələn maraqlı bir formula ilə geçəcək. Bu, əsasən bu Olimpiya sistemli play-off'dur. Artıq hər kəs kimlə oynayacaq bilir. Mən hamıya uğurlar arzulayıram. Ədalətli oyun olsun, xahiş edən hakimlərdən ədalətli oyun prensiplərinə xüsusilə əməl olunmağına, riayət olunmağına ciddi fikir versinlər. Yeri gəlmişkən Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi şəxsən Fərid müəllimə bir daha minnətdarlıq bildirmək istər ki, çox gərgin iş qrafikində Şamatda mütəmadi diqqət ayırmağa, çox vacib, belə yaxından iştirak etməyə vaxt tapır və bundan əlavə Şamatda sevdiyim təmizliyirik, tək vəzifə borcluyuyor. Fərid, çox sağ olun. Siz Şamatçılar, siz bu iş olan münasibətinizdən həddən artıq razıyım. Sizlərə uğurlar, yaxşı çempionat olsun, maraqlı çempionat olsun, ədalətli olsun, istərdim gənclər öz gücünü bir daha göstərsinlər. Çempionatda reytingdə baxılmasın, gəldiyi mübarizə olsun, maraqlı kombinasiya olsun. Bir daha salamlayıram, yaxşı çempionat, yaxşı uğurlu çempionat, uğurlu partiyalar, ədalətli oyun. Sağ olun.
var. Mən də öz növbəsində Gənclər İdman Nazirliyinin hamımızı salamlayıram və növbəti Azərbaycan çempionatının başlaması münasibətilə səmimi qəlbdən əlinizi təbrik edirəm. Mənim əlim vuruladı ki, Azərbaycan çempionatlarının səviyyəsi artıq bu göz yollarındadır və artıq səfərimiz ikinci ildir biz bu formatı çəkilirik. Çok güzel formatı düşünen tam tarafından seveceğiz. Akşamınız xeyir. Hakimler adından bütün iştirakçıları ve qonaqları bir daha salamlayır ve hoş gəlməsini istəyirəm. Yarış qaydaları haqqında danışmazdan əvvəl qısa bir statistik məlumatı diqqətinizə çatdırmaq istəyirəm. Bunda həm üçün göstərirlər, mən digər bucaq altında deyim. Yarışımızda kişilerin çempionatında 11 beynəlxalq rəsmisidir, 11 beynəlxalq usta və 4 fide ustası olmaqla 30 şahmatçı mübarizəyə başlayır. Qadınlarımızın yarışında isə 8 beynəlxalq rəsmisidir. Onlardan 4'ü eyni zamanda kişiler arasında beynəlxalq usta ünvanına sahipdirlər. 4 kadınlar arasında beynəlxalq usta ve 2 fide ustası olmaqla 16 qadın şahmatçımız mübarizəyə başlayır. Eyni nəfis tərtibatlı milli ornament və naxışlarla bəzədilən qutular, hər ikisində eyni figur var, ağ və qara rəng. Günay xanım, buyurun, seçin. Qutuları göstərək zəhmət olması əvvəlcə, hər ikisini göstərək. Aşaq və ilk oyunda rəng. Zəhmət olmasa figuru göstərək. Qarin oynayacaq. Birinci. Ayın 11'inde gələsinlər. Kızlar oynayacaq. Mən xahiş edirəm, Günay xanım figuru əldə göstərək. Çünki orada bəzi arxa sıralara başqa rəng ola bilər. Zəhmət olmasa figuru əldə göstərək, mətbuat çəksin və digər qutu açılır ki, şəffaf olaraq ağ rəngli figur görürsün. İndi isə ötən çempionatda bizim Instagram'ın birdən-birə çökməsinə səbəb olan partiyanın tutuşdaşları Rauf Məmmədov, yana Teymur Əcəbov, finalda Şəhriyar Məmmədiyarov. Şəhriyar Məmmədiyarov hal-hazırda Almanya'dadır yarışda. Ağ rəngdə figur göstərək. Rauf Məmmədov Azərbaycanın 6 qat ölkə çempionu. Bu rekord məncə geçkində düzdür. Nə qədər? Çempionlara rica edəcəm, xatirə fotosu üçün baş hakimdən biləcəm. İlkin mərhələdə bütün təkliflər ilk oyunda. Xatirə fotosu üçün zəhmət olmasa, böyle fonundan. Mənim sizdə zəhmət olmasa. Əziz dostlar, Azərbaycan çempionatı bazar günü etibarən başlayır. Bu zalda saat 15'ten etibarən çok sakit olacaq. Ama beyinler düşünecek, zihinler işleyecek ve hamı bir suallardır. Yeni şampiyon kim olacak? Bütün şahmaçlara uğurlar edilir.